Xarici görünüşü pozmaqla yanaşı, dayaq hərəkət sütununa, eyni zamanda daxili orqan xəstəliklərinə səbəb olan problemi Yaşamaq Gözəldir də müzakirə edəcəyik. Vertebra Onurğa Tibb Mərkəzinin vertebroloqu, Professor İradə Hacıyeva onurğa problemlərinin əməliyyatsız müalicə üsullarından bəhs edəcək. Hər yaşda skalyoz, kifoz və lordozları müalicəsi 3C öz müəllif üsulun və 3 ölçülü şrut metodu ilə mümkündür. Geri dönüşü olmayan fəsadların yaranmaması üçün zamanında peşəkarlara müraciət edin. Osteoporoz yaşına qədər 40-50 yaşlarda bu üsullardan istifadə edin ki, onurğa problemi ilə üzbəüz qalmayasınız. Düz qamət, sağlam həyat artıq o qədər də çətin deyil. Hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Yaşamaq Gözəldir bu dəqiqədən etibarən öz işinə başladı. Əminəm ki, bütün daimi izləyicilər ekran qarşısındadır və gözləyirlər ki, bugün hansı mövzunun müzakirəsi gedəcək. Artıq anonsları sizə təqdim etdik. Anonslardan bilirsiniz ki, onurğadan danışacaq. Onurğa çox vacibdir. Düz qamət üçün, sağlamlıq üçün, ümumiyyətlə əhval-ruhiyyəmizə təsir edən, ətrafda görünüşümüzlə belə insanlara çox vaxt zövq veririk. Lakin elə halda bəzən elə görünüşdə, elə qüsur bizdə yaradır ki, bu bizdə bir, belə deyək də, özümüzü çərçivəyə salmış kimi hiss edirik, rahat hiss eləmirik, bir gərginlikdə oluruq, istədiyimiz geyimi geyinə bilmirik, sağlamlığımızdan narahat oluruq, hətta təbii ki, ağrısından da əziyyət çəkirik. Bütün bu problemlərin hər birindən təbii ki, yenə də bir peşəkar danışacaq. İşinin peşəkarı və Azərbaycanda bir nömrə olan Vertebra Onurğa Tibb Mərkəzinin həkimi məlumat verəcək. Gəlin həkimimizi daha yaxından tanıyaq, sonra müzakirəmizə başlayaq. Professor, vertebroloq İradə Gülmalı qızı Hacıyeva, Vatikan Bonifasiya Akademiyasının fəxri akademiki, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Amerika New York Universitetinin tibb elmləri üzrə fəlsəfə doktoru, Oxford Akademik İttifaqının fəxri professoru, Rusiya Federasiyasının alternativ təbabət professoru və Ümumdünya Səhiyyə Təşkilatının aparıcı mütəxəssisidir. Doktor İradə Hacıyeva, Atilla, Türk Dünya Dostluq Ordeni, Palmira Ulduzu, Kraliçə Viktoriya, Sokrat, Şöhrət Çələngi, Ümid Ulduzu, Roza Paracelsa, Avicenna, Hippokrat ordeninə, tarixi irsin qorunması, humanizm, xeyriyyəçilik və zadəganlıq, Nizami Gəncəvi, Heydər Zirvəsi, Beynəlxalq Qızıl Xaç Cəmiyyət, tibbdə xidmətlərinə və sağlamlığın qorunması medalına, Elita Qızıl fərqlənmə nişanına layiq görülmüşdü. Onun tibb sahəsindəki müəllif yenilikləri İngiltərənin Oxford şəhərində müasir dövrün görkəmli tarixi şəxsiyyətləri və tibbin arxivi kitabında dərc edilmişdi. Eyni zamanda vertebrologiya sahəsində verdiyi müəllif yenilikləri Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində 12536 nömrəli müəllif üsulu qeydiyyata alınmışdı. Müstəqilliyimizin xilaskarı, masaj və müalicəvi masaj, müalicəvi idman, onurğa xəstəliklərindən bilmədiklərimiz, 100 suala 100 cavab, onurğa xəstəliklərinin atlası, fitnessin anatomiyası və əzələlər, pilatesin anatomiyası və onurğa, skalyozu necə sağaldaq kitablarının və onurğa xəstəliklərinə aid yüzlərlə məqalələrin müəllifidir. Hal-hazırda Vertebra Onurğa Tibb Mərkəzinin baş həkimidir. İradə doktor, xoş gəlmişsiniz. Çox sağ olun. Uğurlu olsun. Çox İnanın sağ olun. ki, bir neçə müddətdir efirdə yoxsuz. İzləyicilərdən dayanmadan suallar gəlir. Təbii ki, sizin klinikanın birbaşa nömrəsini bizdən istəyirlər. İndi ekranda bir neçə dəqiqədən sonra biz təqdim eləyəcəyik. Yəqin ki, onlar da öz qeydlərini götürüb sizin konsultasiyanızda yaxından iştirak edəcəklər. Mən istərdim elə ilk olaraq biraz belə ənənədən kənara çıxaq, yeniliklərdən danışaq. Əgər uzun müddətdir yoxsuzsa efirdə, ən çox yeniliklərdən
təbii ki, söhbət etmək lazımdır. İlk olaraq sual verim ki, Vatikan Bonifasiya və Amerika New York Universiteti barədə qısa bir izləyicilərimizə məlumat verək. Onlar da məlumatlı olsunlar. Sonra onurğa barədə artıq başlayarıq geniş şəkildə müzakirəmizə. Mən həm sizi, həm bu verilişi təşkil edənləri, bütün operatorları salamlayıram. Çox sağ olun. Bütün dinləyicilərimi salamlayıram. Düzdür, mən bir müddət olmadım çox yaşa bu verilişdə gəlmədim. Səhhətimlə əlaqədar problemlərim var idi. Amma o sadalanan ki, titullar var idi. Onların hər biri üçün mən qədərincə 3 illik, 10 illik materiallar göndərmişdim. Onlar da bu materiallar da öz töhfəsini verdi. Məsələn, siz Amerika York Universiteti dediniz. Bir elmi iş üçün 3 illik statistika lazımdır. Amma mən Amerikaya 138 xəstənin, əməliyyatlıq xəstənin, əməliyyatsız bərpasını demək olar ki, 138 xəstənin bərpasını 3 illik yox, 10 illik statistikanı göndərmişdim ki, bu xəstə əgər daxil olubsa, rentgenindən, bütün hər bir göstəricilərindən daxil olubsa klinikaya, 3 ildən sonra budur, 5 ildən sonra budur, 10 ildən sonra budur. Və bu göndərdiklərim də orada böyük marağa səbəb oldu. Və mənə tibb üzrə fəlsəfə doktoru Amerika New York Universiteti verdi. Bundan sonra İsrail, Almanya, Rusiya, Türkiyə, sonra İngiltərə və başqa ölkələrin elmi şurası qərar çıxartdı. Dünya arxivi deyilən bir arxiv var. O da Romada Bonifasiya, yəni Vatikanda Bonifasiya akademiyasıdır. Və mənim Azərbaycanda təsdiqlətdiyim, yəni ümumiyyətlə Azərbaycan Elmi Şurası tərəfindən təsdiqlənmiş o müəllif üsullarımı Əqli Mülkiyyət Agentliyində indi məni təqdim eləyəndə o nömrəni də dedi ki, filan nömrə ilə təsdiqlənib. Qərara aldılar və yerləşdirdilər həmin arxivə. Bu, bir Azərbaycanlı həkim üçün böyük uğurdur. Təbrik edirik, doktor. Uğurlarınız daim olsun. Çox sağ olun. Yəni, zaman itirərik, çox danışsam elmi işlər barədə. Klinikamız 20 ilə yaxındır fəaliyyət göstərir. Qədərincə də insanları həm skoliozdan, kifozdan, lardoz bucağının düzlənməsi, eyni zamanda fəqir arası disk yırtıqlarının əməliyyatsız müalicəsi, qədərincə biz insanları əməliyyatdan qurtarmışıq. Belə deyək də, Vertebra Onurğa Tibb Mərkəzində ümidsiz gəlib, digər həkimlərin məsləhət gördükləri o əməliyyatlar ki var, insanlarda bəzi vaxt, hətta mən özüm bu yaxınlarda şəxsən öz başıma gələn bir hadisəni deyim ki, həkimə müraciət elədik, həkim yaxınımız üçün dedi ki, yəni bu əməliyyat olsa belə biz sizə 100% yox 70% garanti veririk. Ancaq Vertebra Onurğa Tibb Mərkəzində belə deyil. Əməliyyata üçün gələn insan əməliyyatsız şəkildə müayinə olunur, müalicə olunur və öz sağlamlığına qovuşur. Elə bax, bu yerdə istərdim sizin bu dediyiniz söz məndə böyük bir maraq oyatdı ki, bu necə olur da ümumiyyətlə insan əməliyyatsız bu ağır prosesdən necə keçə bilir? 21 yaşdan sonra onurğa əyrilikləri barədə istərdim danışaq. Ümumiyyətlə, onurğa əyriliklərinin də mi yaşı var, doktor? Bilirsiniz, anadan gəlmə onurğa əyriliyi də var. İnfantil, juvenil, adelisan, yaş həddinə görə 3 yaşa qədər, sonra keçid yaşına sonra 18 yaşa qədər və 21 yaşında niyə orada
mən 21 yaşından sonra insanları, ora qədər də insanları götürürəm. Bəs niyə 21 yaşdan sonra bu sizə bu söz çatıb ki, 21 yaşdan sonra? Çünki insanlarda belə bir düşüncə var ki, 21 yaşda, 22 yaşda sümük bərkiyir. Daha onurğa əyriliyini müalicə etmək lazım deyil. Bütün insanlar klinikaya gələndə bu sözü deyirlər. Axır ki, mən nail olmuşam öz məqsədimə ki, yəni kimdə qalıbsa, keçid dövründən, adolessan dövrdən qalıbsa, erkən yaşdan qalıbsa, bu insanlar 21 yaşdan sonra daha əyrilik düzəlməz düşüncəsi ilə evdə dayanmasınlar. Çünki deməli 27 yaşda, 35 yaşda, 40 yaşda, hətta hal-hazırda klinikada 63 yaşda insanlar onurğa əyriliyinə görə müalicə alır. Yəni 63 yaşa qədər bunun çarəsi var deyirsiniz. Nə deyirəm? Bax, siz dediniz ki, əməliyyatı xəstə yenə də xəstəyə qol çəkdirir ki, həkim bu zəmanət vermirəm. Axı, insan bədəni 200/2 deyil. Doktor necə zəmanət versin? Burada da biz işi başlayanda, düzdür, mən deyə bilmərəm ki, xəstəyə, sən düzəlməyəcəksən və yaxud da ki, düzələcəksən. Söz vermək olmaz da əvvəlcədən. Mümkün deyil, insan bədənidir. Protokola uyğun deyil. Bizim məqsədimiz tutaq ki, 27 yaşda tutaq ki, məqsədimiz odur ki, tarakal skoliozda tutaq ki də, ağciyər-ürək çatışmamazlığını aradan qaldıraq. Tutaq ki, 77 əyrilik bucağı var. Ağciyər-ürək çatışmamazlığını aradan qaldırmaq istəyirik və ondan ötürü başlayırıq işləməyə. Amma nəticədə onurğa düzləndikdə artıq bu məlumatın hamısını fiksə edirik ki, 77 əyrilik bucağı 27 yaşda azaldı. Tutaq ki, 77 5-ə normativ deyiriksə, 77 bucaq azalar nə qədərsə, tutaq ki, 52-yə enər, bəsimizdir. Biraz da işləsək 45-ə enər. Bütün həkimlər bilir ki, 25 dərəcə korsetə, 45 dərəcə əməliyyata göstərişdir. Bəs niyə bizdə həddindən artıq onurğa əyriliyi var? Niyə? Birinci, ikinci dərəcədə aşkarlamaq çox çətindir. Valideyn də aşkarlamır, vaxtında vertebroloqun müayinəsindən keçmir. Əlamətlər başlayanda həkimə müraciət eləyir. Həkim də baxan kimi deyir ki, korset lazımdır. Çünki artıq 3-cü dərəcədə 25 bucaqdırsa 3-cü dərəcə korset lazımdır. Bu aksiomadır. Beynəlxalq protokol bunu təsdiqləyib. Ondan kənara çıxmaq olmaz. Valideyn gedir, fikirləşir. Mənim uşağımda nə var ki? Korset bağlamır, ləngidir. Korseti gah bağlayır, gah bağlamır. Uşağın arzusuna görə, tutaq ki, ad gününə gedir, harasa xeyir işə gedir, uşaq korseti çıxardır. Bəzi vaxtda narahatlıq yaradır, saxlaya bilmirlər. Korsetdən çıxma qaydasını valideyn bilmədiyinə görə korseti çıxardır, qoyur qırağa, gah taxır, gah taxmır. Ona görə də nəticə əldə eləmir. Korsetdən çıxma qaydasını da bilmədiyinə görə birbaşa çıxardırsa yenə də nəticəni itirir. Gəlir çatır 45-dən, 25-dən 45-ə nə qədər qalıb ki, az bir hissə. Əyrilik artıb 45 dərəcə olanda artıq neyrocərraha müraciət eləyir.
neyrocərrah əməliyyat təklif eləyir. Fikirləşir əməliyyat barədə illə. Maddiyyatı nə qədərdir, onu fikirləşir. Beləliklə ləngiyir. Həmin 45 gedir olur 75, 85, 95, 110. Artıq bir əməliyyat yox, 2-3 əməliyyat lazım gəlir. İndi siz təsəvvür eləyin. İnsan öz durumunu nə qədər ağırlaşdırarmış. Əlbəttə ki, burada mən heç kimin, nə valideynin, nə travmatoloq ortopedlərin, çox gözəl travmatoloq ortopedlərimiz var. Çox savadlı skalyoz əməliyyat eləyən, xaricdə belə olan həkimlər qədər əməliyyat eləyən cərrahlarımız var. Amma bu əməliyyatın maddiyyatı da var. Bu əməliyyatın fəsadından da insanlar qorxur. Ona görə də əməliyyatı ləngidirlər. Biz nə edirik? Birinci olaraq 6 ayından sonra mən dəfələrlə əvvəllər efirdə olmuşam. Bu barədə qədərincə bəlkə də 200-ə qədər mənim danışığım var. Bu skalyoz, kifoz, lordozlar barədə. Maarifləndirmişəm həddindən artıq. Məsələn, 21 yaşa qədər xəstələr müraciət eləyirdi. 22-23 yaşdan sonra müraciət eləmirdilər. Amma mən bu fikirləri söyləyəndən sonra artıq hər yaşda insan müraciət eləyə bilər. Əgər cüzi onurğasında əyilmə görürsə, hiss eləyirsə, bir çiyin düşübsə, yan büküş dərinləşibsə, çanaq bir tərəfə, gevdə əks tərəfə gedirsə, bir dənə densitometriya çəkdirməklə artıq osteoporoz, əgər osteopeniya mərhələsindədirsə, 63 yaşı belə götürürəm. Hal-hazırda Türkiyədən, Rusiyadan, Gürcüstandan bizə xəstə axını gəlir. Çünki yenə bir fikrimi çatdırım. Çünki insanlar biz dediyimiz protokolla bu işə yanaşmırlar. İnsanlar öz protokollarıyla hərəkət eləyirlər. Biz nə qədər desək də, bax sən bu kursda yana yıxılma dayandı. Gevdənin vurulması dayandı. Efirdə o şəkillər görsənirmi? Yəni mən baxmadım, zərəl yoxdur. Sonra mən onlar barədə izahat verəcəm. Təkrar göstərəndə. Nə qədər desək də ki, birinci vertebroloqdur. Mənim Azərbaycan səhiyyəsində vertebroloq ixtisası yoxdur. Mənim vertebrologiya ixtisasımı İngiltərədən, İngiltərə Oxford Akademik İttifaqının fəxri professoruyam və mənə qızıl kart verilib dünyanın harasında olsa işləməyim barədə İngiltərədən. Vertebrologiya ixtisası mənə İngiltərədən verilibdir. Və birinci bu xəstələr vertebroloqa müraciət etməlidirlər. İlkin mərhələdə onu 25-ə çatmağa qoymasın. Ondan sonra 45-ə çatmağa qoymasın. Kimdə ki 22 yaşda qalıq qalıbdır, o insanlar müraciət eləyib bu qalığı aradan qaldırmalıdırlar. Niyə? Osteoporoz başlayacaq. Məsələn, gəlin həqiqəti deyim. Kişilərdə Allahın onlara verdiyi fizyonomiya qadınlardan çox üstündür. Onlar 22 yaşda, 23 yaşda sümük bərkiyəcəksə, sənətlə əlaqədar dəyişmə olacaq. Məsələn, skripka, sonra diş həkimi, bərbər, düzdürmü? Bir tərəfli işləyən kişilər, onlarda əyilmə olacaq. Amma müalicə götürsələr, gündəlik əyri, sonra düzdədir. Düzdürmü? Heç olmasa ildə bir dəfə ən azı. 45 yaşa qədər onlar toxunulmaz qaldılar. Qadınlarda isə aylıq hormonal sikl, hamiləliklər, klimaks,
osteoporoz heç vaxt onlarda əyriliyi dayanmasına zəmin yaratmır. Yəni, bu onurğa getməyə meyillidirsə, onlar hamiləlikdən öncə, süd vermədən sonra, klimaks başlayanda ondan əvvəl, mədə bağırsaq xəstəliyi varsa, böyrək xəstəliyi varsa, qalxana bənzər xəstəliyi varsa, bunu qadınlar özlərində yaxşı bilirlər. Onlar düşünməlidirlər ki, mən orta məktəbdə oxuyanda onurğam əyrilmişdi. Görəsən yenə də əyildimi? Artıq mənim yanıma o vəziyyətdə gəlirlər ki, çanaq bir tərəfdədir, geridə bir tərəfdə. Paltardan görüntülü görünəndə gəlirlər. Amma gəlin görək, ağrılar başlayanda gəlirlər. Ona görə də bu mən 21 yaşdan sonra mən götürmürəm, sən düzələ bilməyəcəksən sözü demədim və götürdüm hər yaşda. Hətta kişiləri də götürdüm və onlarda da effekt əldə elədim. 27 yaşda, 27 yaşda 77-ni 52-yə saldım. Tarakal idi deyə boyun nahiyəsini daha toxunmayaq dedim. Düzdürmü? Bəli, bəli. Bel nahiyəsində, yəni gevdəni yerinə çəkmək, hər yaşda qadınlarda mən effekt vermişəm. Türkiyədən gələn adam, çox yəqin ki, efirdə məni izləyəcək, Qədər, adı Qədər idi, Kədər deyirdi. Onu bir kurs, yəni 21 gün ərzində işlədim və özüm öz gözümə inanmadım. Ümumiyyətlə, sizin nəticələrinizi biz belə eşidəndə belə çox maraqla, diqqətlə dinləyirəm sizi. Əminəm ki, izləyicilərimiz də dinləyirlər. Mən bir daha vurğulamaq istəyirəm, əgər İradə doktorun qəbulunda olmaq istəyirsinizsə, konsultasiyasında iştirak etmək istəyirsinizsə, ümumiyyətlə, onun müalicə üsulundan yararlanmaq istəyirsinizsə, sağlamlığınıza qovuşmaq istəyirsinizsə, ekranda əlaqə nömrələri var. Götürün, vaxtında zəng vurun, qeydiyyatdan keçin ki, birbaşa, bax, bu kimi problemlərin hər birindən azad olasınız. Onurğa çox vacibdir, sağlamlığımızın belə deyək, sütunudur. Onurğa qamətimizin gözəlliyidir, onurğa hətta əhval-ruhiyyəmizə təsir edir. Bunun üçün vaxtında və zamanında müraciət edib qeydinə də qalmalıyıq. Bizi indi sizdən çox qısa bir fasilə ayıracaq, əziz izləyicilərimiz. Bu fasilənin dərhal ardından isə qaldığımız yerdən davam eləyəcəyik. Söhbətlərimiz maraqlıdır. Sizə maraqlı gələn suallar varsa canlı efirə zəng vurun və ünvanlayın. Bəli, mövzumuz davam edir. Onurğadan danışırıq. Əziz izləyicilərimiz, nömrələrimiz aktivdir. Doktor, siz danışdıqca diqqətlə sizi izləyirdim və istər-istəməz, necə ki izləyicidə məndə də suallar yaranır. Qeyd edirsiniz, mən bu qədər təsəvvür edə bilmirdim ki, 63 yaşa qədər olan bir xəstənin belə müalicəsi mümkündür. Və siz qeyd etdiniz ki, nəticədə əldə etmişəm. Bax, bu 45-63 yaşda olan bu onurğa problemləri ilə yanaşı digər hansı problemlər yaranır? Nələr baş verir həmin xəstələrdə ümumiyyətlə? Deməli, mən niyə 63-ü qeyd elədim? Birinci densitometriyadan keçirdirəm o yaşda, 40 yaşından sonraki xanımları. Densitometriyada baxıram ki, osteopeniya, osteoporoz yoxsa sümük sınma mərhələsindədirlərmi? Əgər osteoporoz sözü yoxdursa, mən o insanı işləməyə başlayıram və nəticə əldə eləyirəm. Əgər osteoporoz sözü varsa, onda bizim insanlar elə bilir ki, endokrinoloq zob həkimidir, şəkər həkimidir, osteoporozun müalicəsini endokrinoloq yazır. Onda tez endokrinoloqa göndərirəm və osteoporozun müalicəsini başlayıram. Osteopeniyaya keçəndə o 63 yaşlı xəstə artıq başlayıram onurğanı düzəltməyə. İndi siz təsəvvür eləyin ki, nəinki 22 yaşdan sonra bəzən orta məktəb uşaqları ağır idman növünə gedirlər və beləliklə onlarda belə yırtıq yaranır. İndi siz təsəvvür eləyin ki, 27, 35, 40 yaş, tutaq ki, xəstə mənə gəlibdir 27 yaşda. Boyun fəqərəsində 3 dənə yırtıq, 4 millimetr. 3 millimetr protruziya, 2 millimetr protruziya. Düzdürmü? Bu nədən yaranır? Baxıram, bu artıq başqa bir mövzudur. Baxıram, onurğa əyriliyi var.
insan bu yaşdadır. Birinci bu yırtıqları həll eləməliyəm ki, onurğa deyər, mən xəstə onurğayam, sən niyə məni düzləməyə çalışırsan? Amma əyriliyin pik nöqtəsində sinirlər sıxılır. O da səbəb olur ağrıya. Tutaq ki, esvari əyrilikdir, servikatarakaldadır. Düzdürmü? Çox vacibdir ki, mən birinci osteoporoza diqqət yetirim. İkinci, baxım görüm, məsələn, döş nahiyəsi 1, 2, 3 dənə, 4 dənə protruziya, yenə də 2 dənə protruziya, hemangioma, torakal skalyoz. İndi nə etməliyəm? Əlbəttə ki, mən birinci bu ağrını azaltmalıyam ki, bu onurğanı orta xəttə çəkə bilim. Bəzən insanların zamanı o qədər məhdud olur, o qədər zaman ayırmırlar ki buna. 12 günün Türkiyə və Rusiyada 21 gün işləyirlər. Almaniyada 3 ay işləyirlər. Bəzən insanların vaxt məhdudiyyəti olur deyə baxırsan ki, 6 günə sən bu insana nəticə verməlisən və hamısını bir yerdə başlayırsan. Çünki əyrilik bucağının, indi siz orada efirdə gördünüz, mən yəni orada göstərəcəm onları. Bəli. Diqqətimi ora çevirib göstərəcəm. Axı mən məntiqlə bu protruziyaları elə olur ki, 16 mm yırtığı olur, 25 mm yırtığı olur, sekvestrasiyalı yırtığı olur. Amma nə ilə? Skalyozla bir yerdə, kifozla bir yerdə, lardoz bucağının dəyişməsindən bir yerdə. Eyni vaxtda hamısını başlamalıyam ki və nəticə də verməliyəm. Yəni bu o qədər də asad bir şey deyil. Təbii ki, çox çətin bir yoldur bu. İnsanın daxili orqanlarında olan patologiyanı nəzərə alsaq ki, bu insan serrozla gəlib, bu insan qüsurlu fəqərədir, anadan gəlmə, bu insanda stent var, ürək əməliyyatı keçirdib, üstünə gələk də qəlpəli sınıq var, üstünə də gələk bu qədər protruziyalar, yırtıqlar. Əgər 9 mm, indi mən çox oxumayım sizə klinikan xəstələrini, tutaq ki, bel nahiyəsində 9 mm yırtıq var, düzdürmü? Amma skalyozu da var. Amma döş nahiyəsində qəlpəli sınığı da var. Doktor, bu qədər problemlə bu insan necə yaşayır? Amma ürəyində stent də var. İnsult keçirdib. Hemiplegiyası da var, bir tərəf də işləmir. İndi bu xəstəni qoysunlar sizin qarşınıza, siz də onu müalicə eləyin. Gəlin görək, gecə yuxu yatacaqsınız. Rahatlığınız olacaq. Yox. Burada işləyəcəm, orada səs çıxacaq. Orada işləyəcəm, burada səs çıxacaq. Bəli. İnsan bədənində, ha. Ona görə də bilmirəm, çox yəqin ki, həmişə düşünürəm ki, Allah bizim tərəfimizdədir ki, biz o xəstələrə nəticə verə bilirik. Bir də inam deyilən bir şey var. Bəli, amma mən bir sözü də deyim ki, sizin yolunuz çox çətin və həqiqətən də məşəqqətlidir. Siz sadaladıqca mən gözümün önündə bir anlıq həmin pasiyeti canlandırdım ki, yəni bu insan ümumiyyətlə necə ayaq üstə dayana bilir, necə yaşaya bilir, necə nəfəs ala bilir. Amma bir bədəndə bu qədərmi problem olar? Təsəvvür eləyin ki, problemlər çox cavanlaşıb, çox qabağa gəlib. Bu şəkili ekrana götürsünlər, yaxınlaşdırsınlar. Operatorlarımızdan xahiş Siz görürsünüzmü, bu Alman necə qoca Almandır. Baxın bu Almana. Görürsünüz necə qoca Almandır. Yəni bu adama neçə yaş verərsiniz? Haradasa bir 60 yaş var da. Bəli. Düzdür. Əgər bu kitabı, bunu götürdünüzmü? Baxın, Alman dilindən Gülsənər Kayalar tərcümə edib Türk dilinə. Türk dilindən də mən Ketrin Şrotu tərcümə eləmişəm Azərbaycan dilinə. Bu Azərbaycan dilində olan bu kitab həmən insanların stolustu kitabı olmalıdır. Niyə stolustu kitabı olmalıdır? Yəni insan həyatı boyu bu cür xəstələr gəlir bizə. Gevdə bu yanda, çanaq bu yanda.
bu kitab insan əldə eləsə, Yəni satışda var Ketrin- bu kitablar. əlbəttə tərcümə eləmişəm. Türkiyənin Hipokrat nəşriyyatı çap eləyibdi uluslararası və 100 kitabda mənə göndəribdi. Təsəvvür eləyin ki, siz orada mən 5 dəfə Münxendə olmuşam Almaniyada ki, bu Ketrin Şrotu Azərbaycana bir gün gətirə bilim. Mənim bu dəqiqə 2 nəfər Ketrin Şrotdan bizə gəliblər, təlim eləyiblər. Mən sizə orada hərəkətlər göstərirdim. Düzdürmü? Burada gördüm, Bəli, efirdə görsənirdi. Baxın, hər bir adam, yəni skalyozu, S vari, Z vari, hansı dərəcədə olur olsun, osteoporoz yaşına qədər, hansı yaş olur olsun. Bu kitab onun əlində olmalıdır ki, buradakiların hansını həkim dedi elə. Ola bilər o adam üçün cəmi bir hərəkət lazım ola. Adətən bəhanədir, doktor, o avadanlıqlar evdə yoxdur axı. Allah sizə kömək olsun. Burada 2 dənə 2 metrəlik çubuq, düyü doldurulmuş torba, bir dənə də tabletka lazımdır. Görün burada başqa bir dünyanın qəbul elədiyi bu Ketrin Şrot üsulunda görün başqa bir şey varmı? Axı bu evdə yana gedibsə, sən gündəlik həyatına çevrilməlidir eləmək. Gündəlik həyatına çevrilməlidir bunları eləmək. Sən hər gün vaxt ayırmalısan. Necə ki, səhər qalxırsan, əl üzünü yuyursan, süfrəyə oturursan, yeməyə. Bu sənin həyat tərzinin içinə girməlidir. Yoxsa arta-arta gedəcək. Arta-arta gedəcək. Mən orada qeyd elədim öz müəllif üsullarımı. Tək Ketrin Şrot üsulu ilə bu alınmır. Həm də onunla yanaşı Əqli Mülkiyyət Agentliyində təsdiqlətdiyim 3C doktor iradə müəllif üsulu. Bu haqda çox eşitmişik. Elə mən bu haqda istəyirdim sizə sual verim. Siz təsəvvür eləyin ki, mən eşidirəm şəhərdə bir elektroterapiya eləməklə, korsetlə, klinika, onurğa mərkəzi kimi orada 160 prosedura var. Təsəvvür eləyin ki, dünyanın harasında nə görmüşəmsə daşıyıb gətirmişəm Azərbaycana. Tək Ketrin Şrotla yox, müəllif üsulunla birlikdə o nəticələri almaq mümkündür. Və ikisi bir arada. İkisi bir arada o nəticələri almaq mümkündür. Şükür Allaha ki, yəni çox yəqin ki, bizim bu nəticələri almağımıza o qədər Azərbaycanda həkimlər var ki, daha yüksək nəticə göstərirlər. Amma bizim bu yaşlarda bu nəticə almağımıza çox yəqin ki, Allahımız səbəbdir. Bəzən mənim özüm də məhdəl qalıram ki, necə oldu bu insan düzəldi? Demək ki, onun qismətində sizin yanınıza gəlmək, İradə xanımı tanımaq, onun qəbulunda olmaq. Nəticə də veririk. Elə bir xəstəmiz yoxdur ki, nəticə olmasın. Məsələn, 16 millimetr yırtığı olan adam sözsüz əməliyyatlıqdır. Bu aksiomadır, əməliyyata getməlidir, düzdürmü? Amma insan əməliyyat istəmir, evdə ləngiməyəcək. Mən doktor əməliyyata getməyəcəm. Nə eləyirsən elə? Özüm də baxa-baxa məhdəl qalıram. Birinci kursundan sonra gedir, MRT çəkdirir, gətirib qarşıma qoyanda məhdəl qalıram ki, ayala bu 16 millimetr necə oldu? Necə üçəyindi bu? İnsan müalicə aldı, yəni bu həqiqətdir, yalan deyil. İnsan müalicə aldı və 7 ildən sonra bir kurs götürüb. 7 ildən sonra o qapıdan baxanda mən ayağa qalxdım ki, yəqin ki, əməliyyata gedib də bizdən sonra. Axı 16 millimetrdir. Sekvestrasiya olunmuş yırtıqdır. Sekvestrasiya olunmuş yırtıq mütləq əməliyyata getməlidir.
Ay doktor, xaricə gedirdim, çamadanı qaldırdım, qoydum, şofer çatana qədər belim ağrıdı, xətaya yol verdim. Mən bütün məsləhətləri verirəm. Sən bunu elə, bu nəticəni saxla, yoxsa itirəcəksən. Eyni də bütün skalyozlu xəstələrə məsləhətləri verirəm. Ki, sən indən sonra həyat tərzin dəyişəcək və sən başqa cür yaşayacaqsan. Belə yatacaqsan, belə oturacaqsan, belə yeriyəcəksən. Bax, bu bir şeylər əsasdır. Məndə İngiltərənin vertebrologiyasının protokolları var. Hansı ki, oradan mən, bilirsiniz, bir var mən sözdən deyəm, insanlar düşünə ki, doktor bunu nə üçün deyir? Bir də var o kitabdan tez-tez şəkillərini çəkə götürə və o kitaba riayət edə. İzahlı şəkildə, bəli. Hə, o kitabın şəkillərini çəkəndə artıq insan düşünəcək ki, doktor mənə İngiltərənin instruktajını qoydu qabağıma, mən bunlara riayət eləməliyəm. Görürsünüz, həm nə qədər maraqlıdır, Bəli. həm də nə qədər çətindir. Bilirsiniz, mən bu həkim verilişlərinin efirlərdə olmağının çox tərəfdarıyam. Niyə tərəfdarıyam? Bugün elə bir mövzuda, elə bir nüanslara toxundunuz ki, mən yəni araşdırma aparsam belə, deyirlər, bir şey lazımdır, yaz internetə tapacaqsan. Bax, belə deyil. Araşdırma aparsaq belə, sizin bu danışdığınız, verdiyiniz informasiyaları, inanın ki, heç yerdə əldə etmək olmaz. İndi ekran qarşısında bizi izləyən izləyicilərimiz var. Siz danışdıqca deyir ki, baxın, görün, məndəki problemlə danışır. Mütləq həkimin qəbulunda olmalıyam. Tanıyır, bilir, məlumatı olur. Qızım, görürsənmi? Bax, spinal asimetriya deyilən bir şey var. Valideyn birinci onu görür. Lap körpədir, adolescent, infantil, fərqi yoxdur, bu sözləri yadda saxlamasın. Uşaq yeriyən vaxtdan çiyninə baxsın. Bu çiyni düşübsə, yan büküş dərinləşibsə, önə əyiləndə qabırğa dəvəribsə, artıq bu 3-cü dərəcədir. Rotasiya veribsə bu 3-cü dərəcədir. Nəyi gözləyirsən? Gözləyirsən kimsə sənə desin ki, karset tax, kimsə sənə desin ki, əməliyyata gəl. Axı birinci, ikinci mərtəbədə, mərhələdə bərpa eləmək, düzləndirmək, sığortalamaq daha asandır. Yəni, valideynlər ləngidir, ləngitdikcə artıq özlərinə ziyan eləyirlər. Bax, biri var ləngitmək, biri də var anadan gəlmə də olur da. Anadan gəlmə də olur. Mən indi, baxın, növbətini yenə, yəni vaxt keçməsin deyə bunlara izahat verməyəcəm. Görürsünüzmü? Orada 1, 2, 3, 4 qoymuşam. Burada reser testi var. Biz xəstə gələn kimi birinci o testə baxırıq. Eşidirsinizmi? Bəli, bəli. Görək, orada bir nazik xət var. Bəli. O bərkiyib, möhkəmlənibbi. Möhkəmlənibsə, artıq o onurğanı düzəltmək çətindir. Yəni, çox incə bir məsələdir. Növbətiləri tez-tez qoyun, mən axıra çıxa bilim. Bir də bir dənə qələm olsaydı, mən rahat göstərərdim. Buyurun. Görürsünüzmü? Doktor, buyurun. Aha, verin mənə. Baxın, orada xət, burada Bəli. xət. Yəni, həkimlər buna diqqət eləməlidirlər. Öncədən xəstə gələndə birinci test eləyirik ki, görün bu uşaq nə qədər düzələcək, bunun elastikliyi nə qədərdir. Çox incə bir şeydir. Siz davam eləyin. Davam eləyək, son 3 dəqiqəmiz qalıb, tamaşaçılarımız da izləsin. Aha, çanaq tinində fərq var. Mütləq çanaq tini nəzərə alınmalıdır. Aşağı ətrafda fərq varsa, aşağı ətrafın topografiyası çəkilməlidir və biz çanaqdakı fərqi aradan qaldırmalıyıq. Davam eləyin. Sürətli davam eləyin ki, mən sonrakılar sözümü çatdıra bilim. Yox, zaman itirməyək. Yenə də davam eləyin. Hə, gedin, görüntülərdən gedin. Yəqin ki, bayaqdan qoymuşsunuz və efirdə bunlar görsənib. Davam eləyin. Hə, yenə çiyin fərqini valideyn görür də. Bəli, bəli. Onurğa barədə düşünməsə belə o çiyin fərqindən biləcək ki, görürsünüz nə qədər. Yaşlı adamları görürsünüz. Yenə davam eləyin. Yenə görürsünüz, yaşlı adamdır. Amma onurğası görürsünüzmü necə düzəlibdir. Davam. Yenə də. Hə, baxın nə qoymuşam bura. Yəni insan 65 yaşında müraciət eləyib. Hemangioma da var. Osteopitik çıxıntılar da var. Kifozumuz da var. Davam eləyin tez-tez. 27. Hə, qüsurlu fəqərə. Bunu insan
hansı yazışında bilməlidir? Əlbəttə ki, zamanında davam edin, sürətli keçin. Sürüşmə. Sürüşmə skalyozla, kifozla birlikdə. Davam. Burada Tarlov kistası. Tarlov kistasının böyüklüyünü, qəlpəni sılıq. Görürsünüzmü? Bayaq mən sizə dediyim. Yenə davam eləyin. Vakum fenomeni. Kim bilir ki, bu adamda vakum fenomeni var, yoxdur. Sıradan bir həkimə, mən başa düşə bilmirəm ki, sıradan bir həkimə insanlar necə öz canlarını tapşırırlar. Vakum fenomeni iki fəqərənin arasında qazla dolu olan bir boşluqdur ki, o qazın hələ tərkibi nədir, onu da dünya tapa bilməyibdir. Və o bədənə yaxınlaşsan, o iki fəqərə sınacaq. Siz indi orada gördünüz qüsurlu fəqərəni bundan əvvəl. Bundan sonrakini açın. 3 dənə fəqərə bir-birinə bitişib. Bunu lazımdırmı xanım ailə qurandan sonra biləsən, ay ana, sən zamanında uşaq dünyaya gələndə ana bətnində sən bunu bilməliydin. Ana bətnində ki, mənim uşağımın 3 dənə fəqərəsi bir-birinə bitişibdir. Yəni bu uşaq 69-la 68-dən mi gəlib mənə çatmalıdır? İradə doktor, mən onda nə eləyim? Bizim bu mövzumuzun müzakirəsi ki var. Biz növbəti verilişlərə saxlayaq yerdə qalan. Çünki vaxtımız yekunlaşdı. Axıra qədər bunu çıxın. Əziz izləyicilərimiz, bizə ayrılan vaxt yekunlaşdı. Növbəti efirlərdə yəqin ki, İradə doktor yenə də bizim qonağımız olacaq. Öz təşəkkürümüzü bildiririk. Geniş şəkildə danışdıq. Siz də mütləq nömrələri əgər götürdünüzsə vaxtında və zamanda müraciət edin. Bu mövzuların davamı olmalıdır. Davamı olmalıdır ki, məlumatsız vətəndaş, məlumatsız pasiyent öz problemi barədə məlumatı əldə etsin və doğru, düzgün ünvan seçsin, doğru mütəxəssis seçsin. Sağlamlığınızın qeydinə qalıb növbəti həftə görüşmək ümidi ilə.